Sərgidə iştirak eləmək üçün bir neçə nəfər artıq məlumat istəyir. Mən məlumatı ümumi paylaşmaq istəyirəm. Qısa formada onu deyə bilərəm ki, itinizin social sənədi olmalıdır, yəni səcərə sənədi. Əgər səcərə sənədi varsa da xərciniz nəyə çıxasıdır? 2 gün sərgi gedəsidir. Sərgiyə bir giriş 50 manatdır. İzləyici kimi iştirak etmək pulsuzdur. Amma itlərinizi çıxartmaq istəyirsinizsə də 2 gün sərgi gedərsə də biri 50 manatdır, ikisi 100 manat eləyir və orada itinizin qazanacağı tituldan çox şey asılıdır ki, ona görə sənədlərə də pul çıxarsınız. Ortalama olaraq 100 manat buna hesablayın, 100 manat da sərgiyə hesablayın. Əgər itinizin səcərə sənədi yoxdursa da hakimlə əlaqə saxlamaq lazımdır. İtinizə baxış keçirilməlidir. Əgər itinizdə ciddi qüsur yoxdursa da və səcərə sənədi almağa layiq bir itdirsə də 100 manat itin səcərə sənədinə çıxasıdır. Əlavə yenə dediyim kimi sərgilərə də əlavə pullar çıxasıdır. Ortalama olaraq 100 manat və titullara çıxasıdır. Bunun üçün də hakimlərlə əlaqə saxlamalısın. Hakimlərlə əlaqə saxlamaq üçün zəhmət olmasa əlaqə nömrəmi aşağıda yazıram. Əlaqə saxlayın və yenə dediyim kimi Azərbaycanda safkan itlərin inkişaf etmək üçün cəmiyyətin diqqətinə ehtiyacı var bu sərgilərin və bildirmək istəyirəm ki, nəyə görə bu it qaradır, o birisi də qaradır, amma birinin qiyməti 1000 manatdır, digərininki 200-dür. Bunları daha yaxından bilmək üçün, safkanla qarışıq itin dəyərlərini daha yaxından bilmək üçün sərgilərdə iştirak eləməyiniz vacibdir və bildirmək istəyirəm ki, yetişdiricilərin və hakimlərin motivasiyası cəmiyyətimizin marağından irəli gəlir.